Bəs oruca necə niyyət edilir, nə vaxt niyyət edilir o məsələ. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İnnəməl əməlu bin-niyyət və innəmə likulli imri'in mə nəvə." Həqiqətən hər bir əməllər ancaq niyyətlərə görədir, hər kəsə də niyyəti qalır. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Mən ləm yücəmmi' əs-siyamə qabləl-fəcr fələ siyamə lehu." Ramazan orucu haqqında. Deyir ki, kim fəcr namazından əvvəl oruc üçün niyyət etməsə, əzm etməsə, onun orucu yoxdur. Deməli, buradan nə başa düşürük? Fəcrdən qabaq, yəni gecədən artıq səhəri, artıq bildikdə Ramazan girib, səhəri oruç tutmağa əzm etməliyik, niyyət etməliyik. Bunu da dillə deməyə və s. ehtiyac yoxdur. Qəlbindən keçirtməyin bunu, əzm etməyin, bu özü niyyətdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Həqiqətən əməllər niyyətlərə görədir. Hətta alimlər deyir ki, əgər bir insana deyilsə ki, bir əməl et, amma onda niyyətin olmasın. Hər hansısa bir əməl et, amma niyyətsiz et. Yəni, orada sənin bir məqsədin olmasın. İnsan deyir, bunu bacarmaz. Çünki insan istər ibadət olsun, istər digər əməllər olsun, mütləq bir əməl edirsə, hansısa bir məqsədi və niyyəti var. Niyyətsiz əməl eləmək mümkün deyil. Niyyətin yeri haradır? Qəlbdir. Əməllər niyyətlərə görədir. Əməllər niyyətlərə görədir. İki adam əməl edir, zahirdə eyni əmələ edirlər. Birinin niyyəti riya, göstəriş, özünü göstərmək, digəri isə Allah üçündür. Onların əməllərini fərqləndirən nədir? Niyyət. Niyyətin yerini haradadır? Qəlb, dilin ucu deyil. Sonra digər hədis. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən ləm yubeyyitis-siyama minəl-leyli fələ siyamə lehu." Kim gecədən oruc üçün niyyət etməzsə, onun orucu yoxdur. Yəni gecə də fəcrdən öncə hamısı gecə hesab olunur. Gecənin son 1/3 var, gecənin ortası var, gecənin əvvəli var, fərqi yoxdur. Sən gecədən əvvəldən artıq tutaq ki, yatmamışdan qabaq niyyətin eləyirsən ki, mən artıq Ramazan girib, xəbərin oldu, niyyətindən keçirirsən ki, səhər durub oruç tutacam. Amma səhər oyanırsan ki, artıq sübh namazı girib, fəcr girib, oruç başlayıb, artıq heç də yeyib içə bilməzsən. Neynirsən sən? Bəzi insanlar belə olanda başlayırlar yeyib içməyə ki, mən duranmamışam. Xeyr, sahur eləmək sünnədir, gözəldir, bərəkət var. Amma sən sahura duranmamısansa, o demək deyil ki, sən oruca başlamamısan. Sən həmən günü orucunu tamamlamalısan. Orucunu tutmalısan. Çünki sənin niyyətin axşamdan nədir? Var. Axşamdan əzm eləmirsən ki, səhər oruç tutacam, amma duranmamısan deyək ki, sahura duranmamısan. Problem yoxdur, həmən gün orucunu tutursan. Tutmalısan. Tutursa yox, tutmalısan. Vacibdir. Eyni zamanda burada bir şeyi də diqqətə çatdırmaq istəyirəm, qardaşlar. Bu çox insanın bilmədiyi bir məsələdir. Amma mühüm bir məsələdir. Nətər ki, oruca başlamaq niyyətləndir, qabaqcadan niyyət edirsən, oruca başlasan, eləcə də orucdan çıxmaq da, orucu pozmaq da niyyətləndir. Yeməklə, içməklə deyil, niyyətləndir. Ona görə, əgər bir insan günün ortasında niyyətindən ki, artıq mən orucu pozuram deyib, belə qəlbindən keçirərsə ki, orucu pozuram, orucu açıram, o orucu pozulur. Hətta yeməsə, içməsə belə. Amma bir insan unudaraq yeyərsə, içərsə, bir qəstsiz bir şəkildə unudaraq yeyərsə, içərsə, orucu pozulmur. Deməli, orucu pozan nədir? Niyyət. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim unudaraq və ya xəta eləyərək yeyərsə, içərsə oruçlu halda, orucunu tamamlasın. Onu Allah yedizdirib içizdirmişdir. Hətta yekə bir boşqab aş belə yesən, 1 litr su da içsən, da tamamilə doysan belə, əgər həqiqətən Allah qarşısında sən bunu özün də bilirsən, həqiqətən sən bunu unutqanlıqdan eləmirsən, bilmədən eləmirsənsə, sənin orucun səhihdir. Amma digəri heç bir loxma da yemir, bir udum da su içmir, amma qəlbindən niyyəti keçirir ki, artıq orucdan dözmürəm, mən açıram orucu. Onun orucu açıldı. Yəni ona görə bu mühümdür. Ona görə insan oruç tutarkən niyyətinə də, qəlbindən keçənlərə də, əzm etdiyi şeylərə də diqqət etməlidir. Həmən günü sən sonra qəza etməlisən. Həmən gün. Amma o demək deyil, niyyətindən, əzmindən keçdisə, artıq da bugün sən yeyib içə bilərsən, onsuz da pozmusan orucu. Xeyr. Yenə də Ramazanın hörmətinə sən yeyib içməməlisən. Amma həmən günün də qəzasını edəcəksən. Çünki qəlbindən artıq əzm etmirsən, əməllər də niyyətlərə görə də sənin orucun pozulur. Ona görə deyək, oruc indi gələcək. Qulla Rəbbi arasında olan bir sirdir. Sir. Heç kim sənin oruc olduğunu bilmir. Ancaq Rəbbin bilir. Bir də özün bilirsən bunu.
Ona görə niyyət burada əsasdır. Başlayanda da, davam etdiriləndə də. Allah Azza və Cəllə bizləri əməllərimizdə və niyyətlərimizdə ixlaslı olanlardan etsin. Allah Azza və Cəllə bizlərə salih əməllərə müvəffəq etsin. Amin.